Əhl-i Beytin xanımları, İmam Musa Kazımın qızları evdə neçəsində bir paltarı var idi, namaz paltarı. Ki biri qılırdı, sonra onu bayıra da çıxa bilmirdilər. Bir paltar bir ailəyə qarət edirdilər, təzyiq, təqib, çox zülmlər o dövrdə Əhl-i Beytə qarşı olub və həmin dövrdə onlar hicrət edib gəliblər. Məsələn, Bakıda Bibi Heybət ziyarətgahı var ki, çox mötəbər ziyarətgahdır. Və başqa imamzadələr ki, İmam Musa ibn Cəfər əleyhissalamın qızlarıdır. Rəhmə xanımın ziyarətgahı var Nardaranda, Bilgəhdə xanım Leyla. Fikir verin ki, Azərbaycanın da dəyəri bundadır ki, o zaman bu ərazilərə köç edirlər və pənah gətirirlər və Azərbaycan qucaq açır Əhl-i Beytə. Və ona görə də bura Əhl-i Beyt diyarı olub tarixən və bugün çox dərdən qabıqdan çıxır bəzi o radikal cərəyanlar ki, bu dəyərdən bizi ayırsınlar. Fikir verir ki, ziyarət əleyhinə filan. Bunlar hamısı inanın böyük mədəniyyətdən xalqı ayırmaq üçündür. Nə adla desələr də, şirk adı qoysalar filan. Bu mən həmişə demişəm, bunu bir mənalı olaraq bilin ki, bu əhl-i sünnətin mövqeyi deyil.